Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyidi parçalara bölərək zibil qutusuna atan qaynata İdris Məhərrəmov barəsindəki qərardan yenidən kassasiya şikayəti verib. Məlumata görə Ali məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir. Hazırda şikayət hakim Zahir Hüseynovun sədrliyi ilə araşdırılır. Qeyd 2021-ci il yanvarın 27-sində paytaxtın Nəsimi rayonunda məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banu Məhərrəmova Binəqədi rayonunun Məmmədəmin Rəsulzadə qəsəbəsindəki yaşadıkları evdə qısqanclıq zəminində qaynatası Babək, rayon sakini İdris Məhərrəmov tərəfindən qətl yetirilib. Daha sonra meyidi doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb. İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə və 245-ci qəbir və ya meyit üzərində təhqir edici hərəkət maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali məhkəmədə şikayətə baxılarkən elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.